Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 8-ci sinif dərsliyindən olan mexaniki iş mövzusu ilə tanış olacağıq. Gəlin başlayaq. Bizdə birinci slaydda 2 şəkil verilmişdi və bu şəkildə görülən işlər arasındakı fərqlər soruşulur. Birinci şəklə fikir versək görərik ki, insan qələmdən istifadə edərək müəyyən bir inşa yazır. İkinci şəkildə isə insan müəyyən yükü yuxarıya doğru hərəkət etdirir. İkinci şəkildə insanın gördüyü iş fiziki iş hesab olunur. Çünki burada hərəkət var və müəyyən qüvvə təsir olunur. Birinci şəkildə də insan qələmdən istifadə edərək müəyyən bir essey yazır və bu qələmin üzərində müəyyən iş görür. Həm də eyni zamanda zehni iş görür. Çünki müəyyən inşa yazarkən beynin düşünərək, beyindən istifadə edərək bu inşanı yazır. Belə çıxır ki, burada həm beyin məhsuludur, yəni zehni iş görür, həm də fiziki iş görür. Amma ikinci şəkildə insan təkcə fiziki iş görərək bir cismi bir nöqtədən digər nöqtəyə doğru hərəkət etdirir. İş anlayışı geniş məna daşıyır. Əsasən gündəlik həyatda biz 2 mənada iş anlayışından istifadə edirik, fiziki və zehni. Amma biz fizikada fiziki iş anlayışından bəhs edəcəyik. Eyni ilə bu şəkildə də görə bilərik ki, cisimlər şəkillərdən birində insan yükü qaldırır, digər şəkildə isə insan beyin işlədərək, yəni zehni olaraq bir işi görür. Amma bizim fizikada bəhs etdiyimiz iş fiziki iş olacaq. Yəni biz burada cisimləri bir nöqtədən digər nöqtəyə hərəkət edərkən, hərəkət etdirərkən müəyyən qüvvə sərf edirik və bu zaman müəyyən fiziki iş görürük. Gəlin bu işi görmək üçün hansı kəmiyyətlər bizə lazımdır? İstənilən işi görmək üçün ilk növbədə bizə enerji tələb olunur. Yəni bizdə enerji olmasa heç bir zaman iş görə bilmərik. Məsəl üçün qaçarkən də əslində biz iş görmüş oluruq və müəyyən enerji itiririk. Velosiped sürərkən o zaman da enerji itiririk. Üzərkən enerji itiririk. Eyni ilə piyada gəzərkən müəyyən enerji itiririk. İp atlayarkən burada da müəyyən qədər enerji itiririk. Həmçinin surfingdə. Yəni burada açıq aydın görə bilirik ki, bu işləri görmək üçün bizə müəyyən qədər enerji lazımdır. Çünki enerji olmasa bu işlərin görünməsi mümkün olmaz. Belə çıxdı ki, bizim bu slayddan ki, görülən iş mütləq şəkildə enerjinin ötürülməsi nəticəsində baş verir. Yəni bizim enerjimiz müəyyən işə sərf olunur. Bir qismi işə sərf olunur, bir qismi isə bizim özümüzdə qalır. Əgər biz işi görmək istəyiriksə, biz enerjimizə uyğun olaraq işi planlaşdırırıq. Qüvvə cismi hərəkət etdirdikdə bu zaman cisim iş görür. Yəni biz işi görən zaman mütləq hərəkət orada olmalıdır və müəyyən bir qüvvə sərf olunmalıdır. Şəkildə də görürsünüz ki, hər hansı bir insan partanı və yaxud stolu bir nöqtədən digər nöqtəyə hərəkət etdirir. Bu zaman açıq aydın görürük ki, bu zaman cismin hərəkəti müşahidə olunur. Həmçinin cismin, yəni insanın müəyyən qüvvəsi sərf olunur. Yəni burada mütləq şəkildə fiziki iş zamanı bizə mütləq şəkildə qüvvə lazımdır. Bir də hərəkət mütləq şəkildə vacibdir. Eyni ilə qatarın hərəkəti zamanı da burada müəyyən iş görülür. Çünki şəkildə qatar mühərrikinin dartı qüvvəsinin köməyi ilə hərəkətə gəlir. Bu zaman deyirik ki, mühərrik tərəfindən iş görülmüşdür. Çünki dartı qüvvəsi mühərrik tərəfindən meydana çıxır və bu zaman qatarı hərəkətə gətirir. Eyni ilə şəkildə fayton atın köməyi ilə hərəkətə gəlir. Belə çıxır ki, burada qüvvə at tərəfindən icra olunur və hərəkət də cismin, yəni faytonun bir nöqtədən digər nöqtəyə tərəf hərəkətini müşahidə edirik. Bu zaman da deyilir ki, at tərəfindən müəyyən iş görülmüşdür. İndi öyrənək, bəs mexaniki iş nədən asılıdır? Gəlin müxtəlif hallara baxaq. Əvvəlcə A və B hallarına baxaq. Görək ki, hansı halda mexaniki iş fərqli qiymətlər ala bilər. Birinci A şəklində baxsaq görərik ki, hər hansı bir şagird bir kitabı masanın üzərindən qaldırır və bu zaman müəyyən qüvvə sərf edir və açıq aydın görə bilərik ki, B variantında da həmin insan 2 dənə kitab qaldırır və biz müqayisə edə bilərik burada halları. Görərik ki, birinci halda cisim az qüvvə sərf edirdirsə, B halında isə çox qüvvə sərf edir.
Hündürlük baxımından müqayisə etsək, görərik ki, birinci halda hündürlük, yəni məsafə ikinci hala nəzərən azdır və bu zaman deyə bilərik ki, işlər fərqli işlərə malikdir. Eyni ilə C və D şəkillərinə də baxsaq, görərik ki, kitabı birinci aşağı rəfə qoyur, ikinci halda isə yuxarı rəfə qoyur və eyni kitablardır, kütlələri də eyni qəbul etsək, bu zaman deyə bilərik ki, hər iki kitaba, hər iki halda eyni qüvvə sərf olunmuşdur, lakin məsafə, yəni hündürlük fərqlidir. Birinci halda məsafə daha kiçikdir, ikinci halda isə məsafə daha böyükdür. Onda deyə bilərik ki, D variantında daha çox iş görülür. Hər hansı bir cismə qüvvə təsir edərkən cisim yerinə dəyişirsə, bu halda mexaniki iş görülür. Məsəl üçün, şəkildə görürük ki, alma ağacın üzərində idi. Müəyyən müddətdən sonra o aşağıya düşür. Biz bilirik ki, bu hal müəyyən qüvvə tərəfindən icra olunur. Bu ağırlıq qüvvəsidir. Çünki ağırlıq qüvvəsi yer tərəfindən cəzb olunan qüvvədir. Yer almanı özünə tərəf çəkdiyinə görə alma yuxarıdan aşağıya doğru hərəkət edir. Bu zaman ağırlıq qüvvəsi iş görür və cismin də hərəkət etdiyindən deyə bilərik ki, bu halda da mexaniki iş görülür. Mexaniki iş aşağıdakı düsturla hesablanır. A bərabərdir, F vurulsun S. F burada qüvvədir, cismə təsir edən qüvvədir. S isə yer dəyişmə, A isə mexaniki iş. Mexaniki iş, yəni fiziki işi aşağıdakı şəkilləri misal göstərmək olar. Gündəlik həyatda icra etdiyimiz bütün hərəkətlə bağlı bütün işləri bura aid edə bilərik. Şəkildə də açıq aydın siz görürsünüz. Məsələn, gülləri sulamaq, evi tozlamaq, silmək, təmizlik işləri, bütün bunları biz fiziki işə aid edə bilərik. Mexaniki iş dedikdə dedik ki, A bərabərdir F vurulsun S düsturuna hesablanır. Yəni, cismə təsir edən qüvvənin onun yer dəyişməsinə, yəni cismin yer dəyişməsinə hasilində bərabər olan kəmiyyətdir. Yəni, burada F qüvvə oldu, S isə yer dəyişmədir. A da mexaniki işdir. Yer dəyişmə deyəndə biz cismin həmişə başlanğıc və son nöqtələrinə baxırıq. Çünki yer dəyişmənin tərifi ilə biz 7-ci sinifdə tanış olmuşuq. Bilirik ki, yer dəyişmə cismin başlanğıc və son nöqtələrini birləşdirən düz xətt parçasıdır. Demək, düsturda F qüvvədir, vahidi Newtondur, vektorial kəmiyyətdir və dinamometrdir cihazı. S yer dəyişmə olub, onun da vahidi metr, cihazı xəttkeşdir. Hər iki kəmiyyət, yəni həm qüvvə, həm yer dəyişmə vektorial kəmiyyətdir. Amma A, yəni mexaniki işdir və skalyar kəmiyyətdir. Vahidi jouldur, cihazı isə yoxdur. Əgər biz mexaniki işin vahidi olan joulu hər hansı bir vahidlərlə təyin etməli olsaq, bu zaman aşağıdakı kimi təyin etmiş olarıq. Bilirik ki, A bərabərdir F vurulsun S-dir. Burada F qüvvənin vahididir, qüvvənin də vahidi Newtondur. S isə yer dəyişmədir. Yer dəyişmənin də vahidi bilirik ki, metrdir. Bu zaman joulun açılışı Newton vurulsun metr şəklində olacaq. İndi öyrənək görək iş bu kəmiyyətlərdən necə asılıdır. Birinci halda görə bilərik ki, görülən iş qüvvə ilə düz mütənasibdir. Yəni, qüvvə artdıqca bizim gördüyümüz iş də artacaq. Yəni, düz mütənasibin şərtinə əsasən. Bu zaman qrafikdə mərkəzdən keçən düz xətt formasında olacaq. Eyni ilə görülən iş məsafədən və yaxud yer dəyişmədən düz mütənasib asılıdır. Burada da belə çıxır ki, cisim nə qədər çox məsafə qət edirsə, belə çıxır, biz daha çox iş görmüş oluruq. Yəni, iş əgər yer dəyişmə ilə düz mütənasibdirsə, demək, yer dəyişmə artdıqca iş də artacaq. Yəni, bir növ onun artımına səbəb olacaq. Bu zaman biz bu işlə yer dəyişmə arasında düz mütənasiblik kimi götürə bilərik. Qrafikdə yenə əvvəlki kimi mərkəzdən keçən düz xətt formasında olacaq. İndi bizdən soruşulur ki, hansı hallarda iş görülür? Gəlin bir neçə nümunəyə baxaq. Bu slaydda biz görürük ki, şəkildə insan müəyyən qüvvə sərf edir, yəni divarı itələyir, lakin divar sükunətdə qalır. Bu zaman heç bir hərəkət yoxdur, yəni yer dəyişmə baş vermir. Yer dəyişmə sıfıra bərabər olduğundan bizim gördüyümüz iş də sıfıra bərabər olacaq. Çünki görülən iş, yəni mexaniki işin düsturundan biz bilirik ki, A bərabərdir F vurulsun S-dir. Burada S sıfıra bərabər olduğundan iş də sıfıra bərabər olacaq.
Lakin insan öz üzərində iş görmüş olur. Çünki insan divarı itələyərkən onun əzəlləri gərilir və qan gərilmiş əzəllərə doğru böyük sürətlə hərəkət edir. Bu zaman insan enerji sərf edir, yorulur. Yəni bu halda həm qüvvə var, həm də yer dəyişmə. Yəni bu iş biz fiziki iş kimi götürmürük. Yəni bu proses elə bil ki, daxildə baş verir. Yəni biz bunu gözlə görə bilmirik. Lakin bu zamanda deyə bilərik ki, insan öz üzərində iş görmüş hesab olunur. Şəkildə dayanacaqda insan əlində ağır çamadanla dayanıb. Burada çamadan üzərində qüvvə olmasına baxmayaraq heç bir hərəkət olmur. Yəni çamadanın biz hərəkətini müşahidə etmirik. Görmürük ki, çamadan bir nöqtədən digər nöqtəyə hərəkət edir. Yenə də burada yer dəyişmə sıfırdır. Yer dəyişmə sıfır olduğuna görə görülən işdə sıfıra bərabər olacaq. Çünki A bərabərdir F vurulsun S-dir. S sıfıra bərabər olduğundan işdə sıfıra bərabər olur. Yenə də lakin insan öz üzərində iş görür. Çünki insan çamadanı saxlayarkən onun əzəlləri gərilir və qan gərilmiş əzəllərə doğru böyük sürətlə hərəkət edir. Bu zaman insan enerji sərf edir və yorulur. Yəni bu halda insan daxilində həm qüvvə, həm yer dəyişmə olduğundan müəyyən iş görülmüş oluruq. Qravitasiya qarşı görülən iş. Yəni biz stolun üzərində kitabı götürürük, müəyyən qüvvə sərf edirik və yəni bu zaman həm qüvvə, həm də yer dəyişmə olduğundan kitab üzərində iş görülür. Və bu zamanda iş görmüş hesab edirik. Bu kitaba eyni zamanda qravitasiya sahəsi tərəfindən də qüvvə sərf olunur. Bu qüvvə çəki adlanır. Bu zaman bizim qüvvəmiz kitabın çəkisinə bərabər olur. Yəni F bərabərdir P, o da bərabərdir mg şəklində olur. Lakin nəzərə alsaq ki, biz kitabı müəyyən hündürlüyə qaldırırıq. Bu zaman yer dəyişmə hündürlüyə bərabər olacaq. Yəni SH-a bərabər olacaq. Bu zaman bizim gördüyümüz iş A bərabər F vur S. F-i yerine biz ağırlıq qüvvəsinin düsturunu yazırıq, mg. H-ın yerində, yəni yer dəyişməyin yerində hündürlük yazırıq. Çünki bizim cismin yer dəyişməsi hündürlüyə bərabərdir. Ona görə də mexaniki iş, yəni ağırlıq qüvvəsinin gördüyü mexaniki iş mgh düsturuna hesablanacaq. Biz pilləkəndən qalxan zaman da qüvvə sərf edirik. Bu zaman həm qüvvə, həm də yer dəyişmə sərf olunur, istifadə olunur və bu zamanda biz deyə bilərik ki, biz pilləkən üzərində iş görürük. Bu pilləkənə eyni zamanda qravitasiya sahəsi tərəfindən də qüvvə sərf olunur. Bu qüvvə bizim çəkimiz və ya ağırlıq qüvvəmiz adlanır. Bu zaman bizim qüvvəmiz pilləkənin çəkisinə bərabər olur. Yəni bizim qüvvəmiz P bərabərdir mg və ya F ağırlıq bərabərdir mg şəklində təyin olunur. Nəzərə alsaq ki, biz müəyyən hündürlüyə qalxırıq. Və bu zaman bizim yer dəyişməmiz elə hündürlüyün özünə bərabər olacaq. Və yenə də mexaniki iş eyni ilə A bərabər F vurulsun S. F-i yerində biz ağırlıq qüvvəsini nəzərə alırıq. S-in də yerində həmin hər bir pilləkənin hündürlüyünü nəzərə alırıq. Yəni mgh düsturuna hesablanmış olacaq. Eyni ilə idmançı ağırlıq qaldıran zamanda qravitasiya qarşı iş görür. Çünki burada həmin cismin ağırlığına tab gətirməlidir. Cismin ağırlığı da mg hesab olunur, amma getdiyi məsafə, yəni yer dəyişməsi isə hündürlüyə bərabər olacaq. Lif insanları qaldıran zamanda müəyyən dartı qüvvəsi qravitasiya qarşı iş görür. Yəni biz qravitasiya əslində bizi aşağıya doğru çəkir, lakin biz ona qarşı hərəkət edərək iş görürük. Bu zamanda görülən iş A bərabərdir mgh düsturuna hesablanacaq. Çünki burada ağırlıq qüvvəsi nəzərə alınır. Məsafə, yəni yer dəyişmə olaraq ki, müəyyən hündürlük götürülür. Ümumiyyətlə mexaniki iş 3 halda ola bilər. Müsbət də ola bilər, mənfi də ola bilər, hətta sıfır da ola bilər. Gəlin bu hallara baxaq. Müsbət o zaman olur ki, qüvvə ilə yer dəyişmə eyni istiqamətdə olsun. Yəni bizim sərf etdiyimiz qüvvə ilə cismin hərəkəti eyni istiqamətdə olsun. Mənfidə isə əks olmalıdır. Yəni qüvvə ilə yer dəyişməmiz əks istiqamətdə olmalıdır. Amma qüvvə ilə yer dəyişməmiz perpendikulyar istiqamətdə olarsa, bu zaman görülən iş sıfıra bərabər olacaq. Baxın, mexaniki işin müsbət, mənfi və sıfır halında. Bax, şəkildə görürsünüz də, insan müəyyən qüvvə sərf edərək arabanı itələyir sağa doğru
araba da sağa doğru hərəkət edir. Bu zaman deyə bilirik ki, mexaniki iş müsbətdir. Amma bu halda hər hansı bir blok tərəfindən biz vedrəni yuxarı qaldıran zaman görürük ki, görə bilərik ki, biz qüvvəmiz yuxarı, amma hərəkət aşağıya doğrudur və bu zaman mənfi iş görmüş oluruq. Amma sıfır halı o zaman müşahidə olunur ki, sıfır halında bizdə qüvvə var, yəni biz çantanın ağırlığına qarşı iş görürük, lakin hərəkət olmadığından, həmçinin bizim ağırlıq qüvvəmiz var, sadəcə hərəkət olmadığından bu zaman mexaniki iş sıfır ola bilər. İndi yenə ayrı-ayrı hər bir hala baxaq. Əgər dedik ki, qüvvənin istiqaməti ilə hərəkət istiqaməti üst-üstə düşməlidir, yəni eyni olmalıdır. Bu zaman bizim cismimiz müsbət iş görür. Yəni şəkildə də görürsünüz, topa müəyyən qüvvə təsir olunur sağa doğru və top da sağa doğru hərəkət edir. Bu zaman görülən iş müsbət olur. Eyni ilə bu halda da baxa bilərik. Hər hansı bir oyuncaq araba qız tərəfindən dartılır. Bu zaman sağa tərəf qüvvə sərf olunur və hərəkət istiqaməti də, yəni arabanın hərəkət istiqaməti də sağa tərəf olduğundan bu zamanda müsbət iş görülür. Eyni ilə həmçinin burada hər hansı bir oğlan stolu sola tərəf dartır və stol da sola tərəf hərəkət edir. Eyni ilə burada da hər hansı bir oyuncaq arabasını sola tərəf hərəkət etdiririk və bu zamanda sola tərəf qüvvə sərf olunur. Açıq aydın biz burada görə bilərik ki, qüvvələrlə yer dəyişmələr eyni istiqamətdədir. Həmçinin bura baxaq. Cisim hər hansı bir, məsəl üçün, ağacdan alma aşağıya doğru düşür. Yəni hərəkət aşağıya doğrudur. Cazibə qüvvəsi də, yəni ağırlıq qüvvəsi də aşağıya doğru yönəldiyindən biz deyə bilərik ki, burada qüvvə ilə yer dəyişmə eyni istiqamətdədir və ona görə də görülən iş müsbətdir. Həmçinin bizim dartı hər hansı bir qüvvəmiz, müəyyən bir əzələ qüvvəmiz cismi aşağıya doğru hərəkət etdirir və qüvvə də aşağı olduğundan, yer dəyişmə də aşağıya doğru olduğundan bizim cisimimiz müsbət iş görür. Baxın burada hər hansı bir cismi biz sağa doğru hərəkət etdiririk, müəyyən qüvvə sərf edirik sağa doğru. Bu zaman bizim cisimimiz də sağa doğru hərəkət edir. Və bu halda deyə bilərik ki, bizim gördüyümüz iş müsbətdir. Eyni ilə buradır qüvvənin istiqaməti ilə hərəkət istiqaməti eyni istiqamətdədir. Özünüz də açıq aydın görürsünüz. Bu zamanda görülən iş müsbətdir. Eyni ilə burada oyuncaq arabanın hərəkətinə də baxa bilərsiniz. Hərəkəti sağa doğrudur. Qüvvənin də istiqaməti demək olar ki, sağa doğrudur. Və bu zamanda görə bilərik ki, görülən iş müsbətdir. Eyni ilə şəkildə qız müəyyən qüvvə ilə topu yuxarı atır. Bu zaman qızın göstərdiyi qüvvənin istiqaməti yuxarıya doğrudur. Amma yer dəyişmə də eyni ilə yuxarıya doğru olduğundan, yəni üst-üstə düşdüyündən, eyni istiqamətdə olduğundan biz deyə bilərik ki, burada qızın top üzərində gördüyü iş müsbətdir. İndi keçək növbəti mənfi işə. İndi isə mənfi hala baxaq. Yəni nə zaman mənfi iş görülür? Əgər qüvvənin istiqaməti ilə hərəkət istiqaməti əksinədirsə, bu zaman bizim gördüyümüz iş mənfidir. Və şəkildə də siz görürsünüz ki, müəyyən yük yuxarıya doğru hərəkət etdirilir, lakin qüvvə sərf olunur, yuxarıya doğru qüvvə sərf olunur, lakin bizim cisimimiz aşağıya doğru hərəkət edir. Görə bilirik ki, qüvvə ilə yer dəyişmə əks istiqamətdədir. Eyni ilə biz hər hansı bir insanı sola tərəf hərəkət etdirmək istəyirik, qüvvə sərf edirik. Amma insan sağa tərəf hərəkət edirsə, bu zaman bizim gördüyümüz iş mənfidir. Həmçinin, əgər biz yenə də sola tərəf cismi hərəkət etdiririksə, amma cisim sağa tərəf hərəkət edirsə, bu zaman yenə də bizim gördüyümüz iş mənfi olacaq. Həmçinin burada da görə bilərik, biz cismi yuxarıya doğru qaldırırıq, lakin cisim aşağıya düşür. Yəni bizim gördüyümüz qüvvə ilə yer dəyişmə əks istiqamətdədir və bu zaman görülən iş mənfidir. Həmçinin cismi biz aşağıya doğru hərəkət etdiririk, aşağıya qoymaq istəyirik. Əgər cisim yuxarıya doğru hərəkət edirsə, bu zaman bizim yenə də, yəni burada əslində bu şəkildə ağırlıq qüvvəsinin gördüyü işdən danışılır. Biz cismi yuxarıya doğru hərəkət etdiririk, sadəcə ağırlıq qüvvəsi
biz ağırlıq qüvvəsinə qarşı iş görürük. Əslində cismi əlimizdən buraxsaq o aşağıya doğru hərəkət edəcək. Çünki həmişə ağırlıq qüvvəsi aşağıya doğru yönəlir. Bu zaman bizim gördüyümüz iş mənfi hesab olunur. Həmçinin biz topu sola tərəf hərəkət etdiririk. Yəni əslində bizdə burada top sağa tərəf hərəkət edir. Sadəcə sürtünmə qüvvəsi həmişə demişik hərəkətin əks istiqamətində olur. Sürtünmə qüvvəsi ona görə də burada mənfi iş görmüş olur. Həmçinin əgər biz cismi məsəl üçün topu yuxarıya doğru atırıq, lakin ağırlıq qüvvəsinin istiqaməti ilə topun hərəkət istiqaməti əksinə olduğundan, əks istiqamətlərdə olduğundan bizim gördüyümüz işdə mənfi olacaq. Keçək digər hala, yəni iş nə zaman görülmür, yəni sıfıra bərabər olur. Əgər qüvvənin istiqaməti ilə hərəkət istiqamətinə perpendikulyardırsa, bu zaman cisim iş görmür. Verilən şəkildə də bizdə ağırlıq qüvvəsi aşağıya doğru yönəlir. Lakin bizim vedrə, yəni əlimizdə tutduğumuz vedrə sağa tərəf hərəkət etdirilir. Bu zaman bizim ağırlıq qüvvəmizlə yer dəyişmə perpendikulyar olduğundan əslində ağırlıq qüvvəsi heç bir iş görmür. Həmçinin dartı qüvvəsi də yuxarıya doğru yönəlir. Dartı qüvvəsi də yer dəyişmə ilə perpendikulyar olduğundan burada heç bir iş görülmür. Həmçinin baxın, biz hər hansı bir yükü, hər hansı bir çantanı sağa tərəf hərəkət etdiririk. Bu zaman bizim əzələ qüvvəmiz və yaxud dartı qüvvəmiz həmin yer dəyişməyə perpendikulyar olduğundan əslində həmin qüvvə heç bir iş görmür. Həmçinin baxın, biz burada çantanı qaldırırıq, çantanı öz üzərimizdə daşıyırıq və biz çantanı əslində sola tərəf hərəkət etdiririk. Amma çantaya təsir edən ağırlıq qüvvəsi həmin yer dəyişməyə perpendikulyar olduğundan bu zamanda heç bir iş görülmür. Şəkildə insan müəyyən qüvvə ilə önə doğru hərəkət edərək çömədanları daşıyır. O qravitasiya qarşı, yəni cismin çəkisinə qarşı heç bir iş görmür. Çünki burada ağırlıq qüvvəsi, cismin çəkisi hərəkət istiqamətinə perpendikulyardır. Yəni bu zaman biz deyə bilərik ki, burada da heç bir iş görülmür. Amma lakin insan havanın müqaviməti və sürtünmə qüvvəsinə qarşı müəyyən iş görür. Hətta deyə bilərik ki, mənfi iş görür. Çünki əgər biz sağa tərəf hərəkət ediriksə, müqavimət qüvvəsi bizə əks tərəfə yönəlirsə, bu zaman deyə bilərik ki, bu zaman müqavimət qüvvəsinin gördüyü iş mənfidir. Həmçinin sürtünmə qüvvəsi də həmişə hərəkətin əksinə yönəldiyindən bu halda da deyə bilərik ki, burada müəyyən iş görülür, sadəcə iş mənfi hesab olunur. Şəkildə peyk yer kürəsi ətrafında dairəvi hərəkət edir. Şəkildən açıq-aşkar biz görə bilirik. Bu zaman peykə yer tərəfindən cazibə qüvvəsi, yəni qravitasiya qüvvəsi peykin hərəkət istiqamətinə perpendikulyardır. Bu zaman da deyə bilərik ki, görülən iş sıfıra bərabər olacaq. Gəlin bir neçə nümunələrə baxaq. Yəni bizim işin müsbət, mənfi və sıfır olduğu hallara. Əgər dedik ki, qüvvə ilə hərəkət istiqaməti eynidirsə, bu zaman iş müsbətdir, yəni iş görülür. Qüvvə ilə yer dəyişmə, yəni hərəkət istiqaməti perpendikulyardırsa, bu zaman dedik ki, iş görülmür, ona görə xeyri yazılıb burada. Həmçinin qüvvə ilə yer dəyişmə yenə də eyni istiqamətdədir, bu zaman da deyə bilərik iş görülür. Amma bu şəkildə, axırıncı şəkildə biz görə bilərik ki, qüvvənin istiqaməti sağa tərəf yönəlir, amma hərəkət olmadığından bu zaman heç bir iş görülmür. Digər nümunələrdə də yenə qüvvə ilə yer dəyişmə eyni istiqamətdə olduğundan iş görülür, yəni müsbətdir. İkinci halda qüvvə ilə yer dəyişmə perpendikulyardır. Çünki biz burada əslində ağırlıq qüvvəsinin işindən danışırıq. Bu zaman iş görülmür. Və üçüncü halda qüvvə ilə yer dəyişmə yuxarıya doğru yönəlir, yəni eyni istiqamətdədir. Bu zaman da iş görülür. Dördüncü halda isə qüvvə ilə yer dəyişmə, yəni burada artıq bizdə yenə də ağırlıq qüvvəsidir. Ağırlıq qüvvəsi bizim yer dəyişməyimizə perpendikulyar olduğundan heç bir iş görülməyəcək, yəni sıfıra bərabər olacaq. Şəkildəki cisimlərin gördüyü işləri müqayisə edək. Gəlin birinci şəkilə baxaq. Biz hər hansı bir topu aşağıya doğru atırıq və aşağıya doğru atarkən
bizim ağırlıq qüvvəmiz, yəni ağırlıq qüvvəsi, yəni topun ağırlıq qüvvəsi əslində müsbət iş görür. Çünki onsuz da cisim ağırlığı aşağıya doğru yönəlirdi və hərəkət istiqaməti də aşağıya doğru olduğundan burada görülən iş müsbətdir. İkinci halda cismin ağırlığı aşağıya doğru yönəlir. Yəni əslində hərəkət aşağıya doğru olmalı idi. Amma yəni bizim ağırlıq qüvvəmiz aşağıya doğrudur, amma cisim yuxarıya doğru hərəkət etdiririk. Bu zaman görülən iş mənfidir. Üçüncü halda görə bilirik ki, burada qüvvə ilə yer dəyişmə eyni istiqamətdədir. Bu zaman müsbət iş görülür. Dördüncü halda da qüvvə ilə bizim müəyyən artı qüvvəmiz, itələmə qüvvəmiz sağa tərəfdir və yer dəyişmə də sağa tərəf olduğundan burada da görülən iş müsbətdir. Burada bizdən soruşulur ki, hansı halda mexaniki iş görülmür? Gəlin baxaq hər bir hala. Birinci halda biz görürük ki, hər hansı bir şkafı biz oğlan müəyyən sağa tərəf hərəkət etdirir. Əgər burada hərəkət yoxdursa, biz deyə bilərik ki, iş görülmür. İkinci halda cismi biz sağa tərəf hərəkət etdiririk. Lakin ağırlıq qüvvəsi, yəni hər hansı bir yükün ağırlıq qüvvəsi bizim hərəkət istiqamətimizə perpendikulyar olduğundan burada da iş görülmür. Üçüncü halda biz müəyyən qüvvə sərf edirik, amma divar hərəkət etmirsə, dayanıbsa yerində, biz bu halda da deyə bilərik ki, heç bir iş görülmür. Çünki yer dəyişmə sıfıra bərabərdir. Şəkildəki cisimlərin gördüyü işləri yenə müqayisə edək. Görərik ki, qüvvə ilə yer dəyişmə eyni istiqamətdədir. Bu zaman müsbətdir. Burada maşında isə qüvvəmiz sola tərəfdir. Yer dəyişməmiz də sola tərəfdir. Burada da deyə bilərik ki, görülən iş müsbətdir. İkinci halda, yəni qüvvə ilə yer dəyişmə perpendikulyardır. Çünki bizim cisimimiz aşağıya düşmək istəyir. Çünki ağırlıq tərəfindən, ağırlıq qüvvəsi onu yerə cəzb edir. Amma biz cismi yuxarıda saxlayırıq. Yəni bu sola istiqamətdə saxlamışıq. Bu zaman bizim gördüyümüz iş sıfıra bərabər olacaq. Həmçinin burada qüvvə ilə yer dəyişmə əks istiqamətində olduğundan biz deyə bilərik, burada da görülən iş mənfidir. Belə bir nümunəyə baxaq. Avtomobil üfüqi yolda hərəkət edir. Ona təsir edən ağırlıq qüvvəsi nə qədər iş görər? Gəlin müəyyən istiqamətləri çəkək. Biz əgər istiqamətləri çəkmiş olsaq, ağırlıq qüvvəsinin istiqaməti biz bilirik ki, həmişə aşağıya doğru yönəlir. Və aşağıya doğru yönəldiyindən biz ağırlıq qüvvəsinin istiqamətini bu şəkildə çəkməliydik. Amma cisim üfüqi yolda hərəkət edir. Tutalım ki, bizim cisimimiz sağa tərəf hərəkət edir və yer dəyişməsi də sağa tərəfdir. Bu zaman deyə bilərik ki, bizim ağırlıq qüvvəmiz yer dəyişməyə perpendikulyar olduğundan bizim gördüyümüz iş sıfıra bərabər olacaq. Keçək digər nümunəyə. Burada artıq məsələ həlli verilib bizə. Biz məsələnin əvvəlcə həlli ilə tanış olaq. Buz bağlanmış gölün səthində sürüşən pinqvinə təsir edən sürtünmə və ağırlıq qüvvələrini sxem çəkərək göstərin. Pinqvinin kütləsi 30 kiloqram, ona təsir edən sürtünmə qüvvəsi 20 newton olarsa, ağırlıq və sürtünmə qüvvələrinin 5 metr yolda gördüyü işi hesablayın. İlk növbədə gəlin biz burada verilir yazaq, çünki bizə verilənlər mütləq qeyd etməliyik. Verilir yazmış olsa, bizə nələr verilib? Pinqvinin kütləsi verilib, yazarıq M bərabərdir 30 kiloqram. Bizə verilib sürtünmə qüvvəsi, tutalım F, sürtünmə yazmış olsaq, yəni yaza bilərik 20 newton. Bizə verilib yol verilib, həmin bu qüvvələrin gördüyü yolu, getdiyi, yəni cismin getdiyi məsafə yer dəyişmə verilib, o da verilib bizə 5 metr. Bizdən soruşulur, yəni biz tapmalı hissəsində tapmalıyıq əslində görülən işi. Yəni hər birində, yəni hər bir halda görülən işi biz hesablamalıyıq. Bu zaman iş A bərabərdir sual. Bir dəfə biz sürtünmə qüvvəsini gördüyü işi hesablayacağıq. Bir dəfə isə biz ağırlıq qüvvəsini gördüyü işi hesablayacağıq. Əvvəlcə işləri hesablamamışdan qabaq, gəlin əvvəlcə sxem formasında çəkək ki, göstərək ki, bunların hər biri hansı istiqamətdə hərəkət edir.
hansı istiqamətdə yönəlir? Tutalım ki, bizim pinqvinimiz sola tərəf hərəkət edir. Sola tərəf hərəkət edirsə, bu zaman yer dəyişmə sola tərəfdir. Və bizim ağırlıq qüvvəmiz, yəni istənilən cismin ağırlıq qüvvəsi aşağıya yönəlir. Biz onu keçmişdik. Sürtünmə qüvvəsi də həmişə hərəkətin əksinə yönəlir. Yəni bu istiqamətdə bizdə sürtünmə qüvvəsi olacaq. Və deyə bilərik ki, hansı qüvvənin işi sıfıra bərabərdir. Yəni birinci ağırlıq qüvvəsinin işinə baxsaq, görərik ki, bizim yer dəyişməmizlə ağırlıq qüvvəsi perpendikulyar olduğundan bu zaman deyə bilərik ki, ağırlıq qüvvəsinin gördüyü iş sıfıra bərabərdir. Amma sürtünmə qüvvəsinə gəldikdə biz hesablaya bilərik. Sürtünmə qüvvəsində biz bilirik ki, görülən iş mənfidir. Çünki görürük ki, burada yer dəyişmə ilə sürtünmə qüvvəsi əks istiqamətdə yönəlir. Əks istiqamətdə yönəldiyindən bizim işimiz sıfıra, mənfiyə bərabər olacaq. Gəlin qiymətlərini yerinə qoyaq. Sürtünmə qüvvəsi 20, yer dəyişmə də 5-ə bərabərdir. Bu zaman bizim cavabımız mənfi 100 Newton, 100 joule bərabər olacaq. 100 joule bərabər olacaq. Yəni, biz bu məsələdə sizinlə sürtünmə qüvvəsi və ağırlıq qüvvəsinin gördüyü işləri müqayisə etdik. Yəni, hansının mənfi, hansının müsbət, hansının sıfır olduğunu müəyyən etdik. Yəni, bunları təyin edə bildik. Sonra biz veriləri yazdıq, bizə verilənləri qeyd etdik. Həmçinin biz düsturdan istifadə edərək sürtünmə qüvvəsinin gördüyü işi hesabladıq və verilənləri həmin düsturda nəzərə aldıq və nəticədə həm ağırlıq qüvvəsini, həm də sürtünmə qüvvəsini məsələnin şərtinə əsasən hesabladıq. Ümumiyyətlə, biz bu dərsimizdə sizinlə mexaniki iş anlayışına tanış olduq və öyrəndik ki, mexaniki işlə zehni iş arasında hansı fərqlər var və həmçinin biz öyrəndik ki, mexaniki iş nə zaman müsbət, nə zaman mənfi, nə zaman sıfıra bərabər ola bilər. Yəni, biz bu halları müqayisə edə bildik. Həmçinin onlara aid bir sıra nümunələrə baxdıq. Dərsimiz bu qədər. Gələn dərslərədək sağ olun.